Həmin gecə ermənilər bu kəndi işğal etdilər. Əslində işğal daha əvvəl başlamışdı. Mütəmadi olaraq kənddəki əhali atəşə tutulurdu. Amma martın 23-dən 24-nə keçən gecə tam işğala məruz qaldı. İndi təəssüflər olsun ki, dağıdılmış, bax bu yolda durub danışa bilirəm. Amma o vaxt Bağani Sayrım belə deyildi. İndi səhralıq kimi görünsə də həm sağımda, həm də sol tərəfimdə xeyli sayda evlər var idi. O evləri yandırdılar. Bir ailənin 5 üzvünü vəhşicəsinə qətlə yetirdilər. 39 günlük körpəni yerə çırpdılar, onu öldürdülər.